Başda əzizimiz Güllü xanım olmaqla hər birinizi Moskvadan salamlayıram. Səidə Rəhimlini Rusiyada yaşayan Milli Mədəni Muxtariyyətin nəzdindəki Moskva Qadınlar Birliyi adından təbrik eləyirəm və ona yaradıcılıq uğurları arzulayıram. Ən çox sevdiyim şeirlərindən birini buyurun dinləyin. Darbəkəs mənim oylağım deyil. Tufanlar boynunda yer almışam mən. Azadlıq, belədir mənim şuarım. Bu odların yurdundan od almışam mən. Qəlbim zərif quşdur, nəfəsdə qalmaz. Çırpınar, çırpınar bu yanar qana. Ruhum dallar yarar, dağır əlidən. Hayalım aparar, məni həriməm. Dayanmaz qarşımda nə səhət, nə sərhət. Sənin zəncirindən qapıb qaçaram. Sıxarsansa odun qalar əlimdə, şimşəyə dönərəm, göyə uçaram. Mən bir türk qızıyam, xalqıma yaram. Əlləri qıfılma ola bilmərəm. Ürəyim yanacaq, nə